Və o birinin adı nədir bunun? Акула! Это мой Валера. Мама, это тралала, тралала. Это тралала. Nə desin, məktəb dərsi desin, heç də oxumazdı. Puzzle-lara bax, puzzle. Можно мне пазл один? Siz bunu itirirsiniz, oynamışsınız. O da paltara yapışır Miloş. Tam pes. Hansı düzdü ondan? Onu şeyləmir. Я знаю. Выхода нету. Təzə şampun almışam, rozmarinli. Bu sabundur. Birinci bunu açın. Belə balaca bir sabundur. Amma yazıqlar ki, geniş qutarır. Sonra bu da mişoğudur. Bunun içine qoyub. Oy. Hə. Bunun içine qoyub belə köpük elib saçı yumaq olar. Bu belə. Saçlarımın ucları bilirsiniz də yanmışdı. Kəstirdim, qəşəng kare kəstirmişəm. Onlar yenidən uzansın, yenidən bərpa olsun deyə rozmarinli sabun, şampun, balzam. Bu da tonikdir. Saç uzanmağına görə. Bunlar dəstək, bu adenidir. Baxın belə. İstəsəz sılkasını verərəm. Tonikdə açaq. Bu tonikdir. Saç depo buradan da açılır. Gördünüz. Evet, bu ne? Başı belə bağlıdır. Yəni ki, qırılmasın. Bu nədir? Şampun. Rozmarinli şampundur. Qəşəng papak eliflər. Bu da balsamıdır. Görmüyorsunuz nədir? Qəşəng. Bir tam rozmarin ilənmir bu. Amma yaxşı qəşəngisi var. Belə yetərli. Rozmarin ilənir. Bu ikisi, üçü bir yerdə 2000 pul vermişəm. Bir dənə də buna 500 manat. İstəyən olsa belə şəklini çəkib ekran görüntüsü ilə axtarış edə bilərsiniz. Wildberries-dən almışam. İstəyən olsa sılkasında yaza bilərəm. Bu ikisi bir yerdədir mişoğundan. Belə. ChatGPT-ə maraqlanmışam. Google-un ChatGPT-sindən. Yəni Rusiyada ChatGPT bilən var yoxsa yox bilmirəm. İşləmir, yükləyə bilmirik. Google-un ChatGPT-sindən maraqlanmışıq ki, hansı şampun, balzam daha satışı yüksəkdir, ulduzları yüksəkdir, sonra hansı yaxşıdır, hansı təriflənmiş, işlədilib təriflənmişdir. Bir çoxunu şeylərdə büdcəmə uyğunda bu oldu, bunu vurdum. Bunu sifariş elədim. Yəni daha ucuz da var idi, daha çox baha da var idi. Mən də bu orta qiymətli idi deyə onu götürdüm. Belə. Bunu da məsləhət görmüşdü ChatGPT. Bunu da. Mən də ikisini də aldım. Yəni ümumilikdə 2500 pul vermişəm. Yeni sifarişimiz var. Bir ay bundan qabaq sifariş eləmişəm AliExpress-dən.
Yox, Azondan, yəni Kitaydan gəlir. Bilirsiniz də Kitay Azondan işləyir, amma vəzifəsindən işləmir. Miloşun kurtkası gəlir. Bu kurtkadan həm Fediyə, həm Melisa'ya qataq eləmişəm. Amma Miloşunki gəlibdir. Açıq görəcəm. Qablaşması qəşəkdir. Kurtka da qəşəkdir. Allah. Çox qəşəng. Rəngi də istədiyim kimidir. 130 razmerdir. Milanın boyu 125'dir. Mən 130 vurmuşam. Baxın. Kitayla bizim fərqimiz vardı ya. Bu da onun nə bilim çek qiymətidir. Qiyməti də görüm. Bilmirəm, daha Kitay deyəni bilmirəm. Milana cəcin. Furran. Qəşəng. Əlini cibinə tutar. Yox, üstə. O bəzəyidir. Hə. Hər qızlar baxın, rəngi görünə gözəldir. İndi modda olan sivetdir. Buradan cibləri belə. Çox qəşəng. Tikilişi də, materialı da. İndi bilmirəm yolundan sonra nətər olacaq. Yəni bu içindəki pufiklər yığılmayacaq ki. Amma belə baxıram yığılan oxşamır. Qəşəkdir. Bunun qarasını Fediyə sifariş eləmişəm. Elə bu rəngi də Melisa'ya. Ağlamam elimsedi, yakınlaştım, attım. Очень хочу, пожалуйста, Хорошо, закрывай глаза. Вперед. Сейчас я... Не могла бы погромче! Ну а это значит, что калейдоскоп чудес полностью Мальчики в стороне, встречайте! Это наш лучший чичок, не для мальчишек. Хорошо нам девочек, все ж не по тарелочке. Fediyanın da jileti gəldi. Baxın, həmin Miloşun jiletinin qara rəngidir. İndi də Melisa'nınki gəlib tutmayıbdır. Elə paketli inşallah yaxşı çıxar. Bunun birinə 600 manat pul vermişəm. 650 neçə. Azondan. Kitaydan gəlir bir aya. Beraber bir siparişlərini də götürürüm. Götürdüm.
yəni futbolkaları da endirimdə idi, qəşəng. Hardasa birinə 300 neçə, birinə 400 neçə vurmuşam. Vermişəm. Nəsə səhv danışıram. Bu arxa tərəfidir. Arxası belə bəzəklidir yay üçün. Biraz boşdur, amma Fedya potuşdur deyə ona boş götürürəm də, qaytarmadım. Qabağı da belə. Dünyada cinslə, göy cinslərlə, qara şortiklə götürürəm. Bu da ən sevdiyim rəng. Bu da endirimdə idi. Belə. Aktual. Burada yazıda çürək boşdur. Neçə razmerdir? Bu da 134 razmerdir. Bu da 134 razmerdir. Amma aslında boyları 120'dir. Mən yana bu potuşdur deyə ona biraz yeki götürdüm də həmişə. Həm də yumağı var, yolub balacalanmağı var. Onları çevirəm. Bu da mənim koftalarımdır, futbolkalarım. Bu da indidən alıram ki, yayda olanda baha olacaq. Bunlar da 500-600 nesə belə bir şeylərdir. İndi videonu montaj edəndə öz qiymətlərini yazaram. Kim istəsə, bu sayda belə karışnevi koftadır, sayda. 44-46 razmerdir. Özüm boş vurmuşam. Belə boş olsun. Koftaları xoşlayıram, boş olsun. Gündəlik geyimdə. Boş geyimdən xoşlayıram. Bu da biraz belə boldur, cem boldur. 2XS-dir. 2XS-dir. XS-lər 40 razmer. 40 razmerdir əslində. Amma yəni boş tikilib deyə bu əslində 44-də 46-ya gedən razmerdir. Yəni boş tikilişdir. Bu da belə roz verək. Yaya. Sonra bu Miloş'la Melisa'nın şampunudur kız üçün. Bunun oğlan üçün də var. Plus Fedya Helder Shoulders-la yuyur deyə saçlarını. Ona vurmadım. Çox balacadır, amma bu tərifləndi bu şampun ki, buruq saçlar üçün dara mağazada asanlaşdırır, dolaşıq qoymur, çox yumuşaq eləyir. Ən çox Rusiyyada satılan şampun. Natural Siberiya firma var, onun şampunudur. İstəyən olsam o da artikulunu paylaşaram. Amma çox balacadır puluna görə. 450 manatdır. Puluna görə çox balacadır. Amma nə bilim. Ala Melis, oyna. Puluna görə çox qaldım, amma yenə də məcbur. Çox əziyyət çəkirəm bir otur saçlarına görə. Yazıq özü də əziyyət çəkir. Mən də. Şüşədir. Bu vitamindir. Vitamin toplusudur. 120 dənədir. Vegandır. Sonra içində nə var? Vitamin A, C, Y, vitamin B1, B2, B6, B12, biotin, zink, kalsi. Sonra yox, tərk etməmişəm. Sonra çox vitaminlər var. Vitaminlər minerallarla doludur. Çox tərifli vitamindir. Üz üçün, dəri üçün, bir də saç üçün. Yox, dəri, saç, bir dırnaqlar. Vitamindir. 120 dənədir. Gündə 2 dənə içsən. Şüşədə deyəsən Amerikandır. Səhv eləmirəmsə. Hə, USA Amerikandır. Bunda 2000 nə qədər vermişəm? 2800-dür, yoxsa 3000-dir? Miloş, qırarsan, demə. Hə, sonra Miloşun sevdiyi iqranı, bunu padarka alıb bacısına. Bunu bacısına padarka alıb. Açmaq olmaz, Melisa. Hə, bunu açıb verəcəm. Bu da Miloşundur. Sevdiyi iqranın iqruşkasıdır. Açmaq olar da Miloş? Bunun nakdaşıdır. Uşaqlarınız bilər nədir bu, nə olmadır. Belə. Maraqlıdır, çox maraqlıdır. Mən də xoşlayıram bunu, belə. Miloş da xoşlayır. Çox xoşdur. Bunu elə planşetdə də oynayır. Məsələn, bura gözlə. Bura məsələn kuxnadır da. Burada hə, orada stikerlər var. Bu stikerləri götürüb otaqlara yığmalısan. Elə bil ki, mebellər yığsan da, amma nakleykadır. Boş otaqdır, nakleykadır. Bunu açmıram, bu hədiyyədir, hədiyyə veriləcək. Ona görə açmıram. Görsün, burada otaqlarda boşdur. Burada boşdur. Buradan stikerləri götürüb yapışdıracaq belə.
yağacaq, quracaq. Alab sən də. Bir də o şey də gətir. Miloşun açqısıdır. Onu da Azondan vurmuşdum. 70-mi 80 manata. Kaprondur, amma çox qəşəng kaprondur. Burası bu dəmir qıraqları, kantları, kukulu dəmirdir. Bir də fırlayım kameranı. Kukuluya Google-a deyir. Hə. Qıraqları belə. Burası dəmirdir, bu kantlar kaprondur. Bu da kaprondur. Çox qəşəngdir. Görünüşünə baxın. Nə gözəldir. Qutunu göstərib, sonra götürüm qırağa qoyum. Belə pol ağacı vurmuşam. Axır ki deməyim, bəlkə bu da pis çıxdı. Dəfələrlə pol ağaclar almışam. Qırılıblar, yaxşı oturmayıb yerində, bilmirəm nədir. Axırıncı səfər hardasa bir ay, keçən ayda almışam. O da yaxşı çıxmadı, xarab oldu. Məcburən bunu götürdüm. Tək almadım, bu dəfə komplektin aldım. 2 dəfə də tək alıram, tezdə qırılır. Komplektin içində nə var? Komplektin içində bu silgidən bir dənədir. Evdə də biri var. Yox, o biri aldığım üstündə biri var. Elə bir 2 dənə təzə oldu. Sonra bir dənə belə nasatqadır. Bir dənə belə ağızlığı var. O kravatın, divan altını təmizləmək üçün belə. Bu da belə olur. Suyunu çəkə bilirsən də vedrada. Belə. Bunun nasatqası deyəsən yoxdur. Buna başqa nasatqa vermişlər. Bu olsa mən hər dəqiqə işlətmirəm. Allah elə yaxşı çıxar. İnansız. Bundan başqa da bizim polumuzu yaxşısın. Bizim polumuz laminatdır, amma pis laminatdır da. Belə parıltılıdır, laqlıdır, izzat qalır deyə. Bundan başqası yaxşı silmir. Bundan başqası yaxşı silmir. Həm də suyunu yaxşı. Bu laminat elədi ki, su silmir də. Olanda şişir. Belə vedras var. Burada da su axan yeridir. Bəkdir. Silikonludur. Bu da qurulayan tərəfi. Bu da su olan tərəfi. Belə. Hər tutan yeri. Sonra başqa. Əsas mənim üçün budur. Babalarını istəmək. Yoxdur, yəqin orası tullanmır. Bizdə də itən əşyalar meyli qalıqdır. Bağlanmadı bu. Saxladım. Qıza tapdım yolunu. Sən demə bunu açmaq lazımıymış. Bunu bağlayıb tutturmaq, sonra bunu belə eləmək lazımıymış. Bizdən əvvəlki vloglarımda demişəm, qan çatışmaması var. 100 idi, sonra 110 oldu. 3 aydır müalicə alınımda. 110, 120. 3 aya görə çox az qalxır qanım. İndi yenə o doktor yazdığı şey yenə yazıbdır, yenə içməliyəm. Ağzı yenə bağlıdır. Nəsin yanınızda açın, baxın sizdə. İnteres sevmişka kimi iyi verir. Demək, olmaz, Milşi işinə bax. Ooo, sevmişka. Görsən, Buna deməsək. İndi bunu da içəcəm, bir də o qana görə olan dərmanı. Gəldi, ay qızlar. Mən bir yerdə dura bilmədim. Fikirləşdim ki, şirin çörək pişirim. Reseptini yazaram. Nədir? Bu pesoqdur, Melisa, nəm deyil. Deməsən yiyəcək. Reseptini yazacağım videonun altına. 2 stəkan süddür, krustal stəkandan. Bildiyimiz evdə bu krustal stəkanlar var. Bundan 2 stəkan süddür, 250 qram pesoqdur, 1 kilo undur, 3 dənə yumurtanın ağıdır, 1 xörək qaşığı simitandır. Sonra bax, 1 paket bu 1 kiloluqdur. 1 kilo unun normasıdır. 1 paket drojdur. Şurada dedim. Razyanadır. 1 xörək qaşığı razyanadır. Sonra 1 paketdə vanildir. Bir də 250 qram da silivişli masladır. Qoymuşam biraz yumuşalsın. Ondan qatışdırmaq üçün bunları belə. Gedişatlı 3 dənə yumurtanın sarısında üstü üçün saxlayıram. Ben hamısını tökdüm belə. Droju da tökdüm, vanildə, razyanadı, hamısını tökdüm, görürsünüz. Bir dənə bu qalıb onun üstünə vuracağım.
Südlə qatıb, bir də acını duru yağla parıltı versin deyə. Mikseri alandan işim elə asanlaşıb ki. Görürsünüz? 10 dəqiqəyə hazırdır. Və bu qıraqlarından görsünüz, yapışmır ta. Demək ki, hamurumuz yaxşıdır. Götürmək olar. Ya da burada da qoyuram mayalansın. Görürsünüz nə gözəl xamır çıxır. Baxın. Yumuşaq. Pambıqdan da yumuşaq deyil. Elə burada da qəşəng üstünü salafan örtürəm. Bir də çay mərhəbəsi. Всё.